Salam dostlar, bu videoda Xiaomi Poco M8 Pro adlı telefon incələyəcəyik və hər yerdə olmayan bir incələmək olasıdır burada və başlayaq dostlar dizaynından. Dostlar, sizdən bir xahişim odur ki, bu kanala like ataraq ya da bu videoya like ataraq kanala abunə olmağı unutmayın və başlayaq dostlar. Deməli dostlar, telefonun arxadan kamera düzülüşünü mən bəyənirəm. Siz də öz şərhlərinizi yorumlardan bildirin. Olursa simetrik bir quruluşa sahibdir bir kamera bloku görürük. Yəni arxadan da qövslü bir quruluşa sahibdir. Ancaq plastik çərçivə, plastik arxa görünür. Üst tərəfdən görmüş olduğunuz kimi bir ədəd dinamikimiz burada. Bir ədəd dinamikimiz də burada. Yəni stereo bir dinamikdir və Dolby Atmos'u dəstəkləyir. Çərçivələrin də incə olduğunu mən sizə deyə bilərəm. Çünki həqiqətən də çox incədir. Demək olar, yəni çərçivə qismi yoxdur telefonda. Olduqca qəşəngdir, xoşuma gəldi. Dostlar, telefon 5G-ni dəstəkləyir və telefon ağırdır həqiqətən, 206 qramdır. Dostlar, telefon suya qarşı dayanıqlıdır. 1 metr yarım dərinlikdəki suya yarım saat dayana bilir. Dostlar, telefonumuzun kamerası, ekranı Victus 2 şüşə ilə qorunur. Dostlar, telefonumuzun ekranı isə AMOLED-dir. 120 Hz və 3200 nit parlaqlığa qədər çıxır. 1800 nit, 3200 nit maksimum parlaqlığa çıxır. Full HD plus bir ekrandır və 447 ppi-lik olduqca yüksək piksel sıxlığına malik bir ekranı mövcuddur. Pikselləri və ekranı çox qəşəngdir həqiqətən telefonun. Canlı rənglər, olduqca axıcı ekran. Telefonumuzun prosesoru Qualcomm Snapdragon'dır. 7S Gen 4 və 4 nanometrik prosesordur. A720 nüvələri burada sizin işinizə çox yarayacaqdır. Çünki bunlar həqiqətən güclü nüvələrdir. Və 1.8'lik, 1.4 dənə də A520 nüvələri mövcuddur. Həqiqətən qüvvətli telefondur bu. Adreno 810 ekran kartı mövcuddur. Bu da olduqca kifayət qədər performanslı bir ekran kartıdır. Dostlar, telefonunuzun kamerası 50 megapikseldir və optik stabilizasiyanı dəstəkləyir. 8 megapiksellik bir dənə də geniş bucaqlı kameramız mövcuddur. LED flashimiz mövcud təbii ki də. Yəni dostlar, telefonun kameraları da pis deyil həqiqətən. Yəni şəkli də yaxşı çəkir. 32 megapiksellik f2.2 kamerası da var. Bu kamera biraz zəifdir dostlar. Gecə vaxtı yaxşı çəkmir. Adamın 1080p 60 fps bir uzat çəkir. Bu da telefonumuzun Antutu xalıdır dostlar. 1.170.064. Yəni Poco M8 Pro prosesorumuzun görürük performansı çox yüksəkdir. Həqiqətən yəni bu telefon 1000 manata alınarmı? 100% alınır. Həqiqətən yaxşı telefondur. Hə dostlar, yəni pis telefon deyil həqiqətən. Dostlar, videodan bu qədər. Mən son rəyim budur ki, telefon haqqında. Telefon həqiqətən yaxşıdır. Pulunun qarşılığını, artırılmasını ödəyir. İncə çərçivələr, yaxşı dizayn və yaxşı istifadəçi, daha doğrusu istifadə təcrübəsi etibar eləyir. Odur ki, bu qədər yəni dostlar videodan. Dostlar, videoya like ataraq kanala abunə olmağı unutmayın. Sizdən son dərəcə xahişim budur və videonu bağlayaq dostlar. Sağ olun.